Bərdə rayonunda yerləşən evlərdən birində bədbəxt hadisə baş verib. İlkin məlumata görə 1990-cı il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. Doğru Xəbər Azərbaycan bildirir ki, yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. O aldığı xəsarətlərdən tibb müəssisəsində vəfat edib. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır. Beyləqanda yanıq xəsarətləri alan 20 yaşlı gənc vəfat edib. Rayon sakini 2006-cı il təvəllüdlü Fərid Səfərli ağır yanıq xəsarətləri ilə Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq o aldığı ağır yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi ötən gün Oğuzda baş vermiş ağır yol qəzasında 39 yaşlı Əbdülrəhim Məmmədəliyev həlak olub. Hadisə vaxtı Məmmədəliyevin qohumu ilə xəstəxanaya getdiyi məlum olub. Belə ki, o, şəkərli diabetdən əziyyət çəkən qohumu ilə birgə dərman almaq məqsədilə xəstəxanaya gedirmiş. Qeyd edək ki, hadisə səhər saatlarında Qara Məryəm İsmailli Şəki magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində baş verib. Mercedes və Vaz 2109 markalı avtomobillərin toqquşması nəticəsində Vazın sürücüsü 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizədoğlu Məmmədəliyev vəfat edib. Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Qarabağ Suvarma kanalının Ağcabədi rayonunun Afşar kəndindən keçən hissəsində bir nəfər batıb. Məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub. Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsədoğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış xilas etmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. Qax Şəki avtomobil yolunun Qax rayonunun Ənbərçay kənd ərazisindən keçən hissəsində ağır qəza olub. Belə ki, iki avtomobil toqquşub və yol kənarına aşıblar. İlkin məlumata görə Tacəddin Əhmədov adlı şəxs elə hadisə yerində ölüb. Həşimov Xəyal Abduloğlu, Abdullayev Zaur Səidoğlu, Manofov Novruz Şamiloğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Vətən müharibəsi şəhidi xüsusi təyinatlı qüvvələrin giziri Əli Quliyevin oğlu vəfat edib. Şəhidin böyük oğlu Mürsəl Quliyev ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun 32 kəndində anadan olub. 18 il Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrində xidmət edib. Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 27-sinə keçən gecə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Çox saylı medal və ordenlərlə təltif olunub. Bakı-Qazax magistralının Ucar rayonunun Qarabörd kəndi ərazisindən keçən hissəsində dəhşətli qəza olub. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan iki piyadanı vurub. İlkin məlumata görə piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerindəcə ölüblər. Digər piyada və sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Baş vermiş faktla bağlı araşdırmalar davam etdirilir.